Vocabulaire progressif du français niveau intermédiaire. Copyright Clé internationale 2017. Unité 10. Les vêtements, la mode. Alors, les vêtements, paltarlar, une mini-jupe, mini-yupka, une jupe plissée, bu kat plissé katlı demeydi, katlanmış, katlamak demeydi feil, o feilden yaranıp katlanmış, feili sıfatlı. Une robe sans manche, manche kol demeydi, kolsuz don. Une jupe droite, droite düz demeydi, düz yupka yani ki forması da, d'accord. Une robe à manche longue, burada lili lulu bildirir, uzun kollu don, d'accord. Une robe de soirée, yani hansısa bir soireye, akşam meclisine giyinilen rob. And smoking, smoking aydındır. Smoking, bu kostüm, bu şey falan. Nedir bu, papyon. Une salopette, bu paltara diller, buna biz ne deyirik bilmirəm. Şırmalı şalvar, bilmirəm. And bermuda, bermuda bu uzun şortika diller, dizden aşağı şortika. Voilà. Hardan devam ediyor. Karışık şekiller. Buradan. Un gilet şekilde görürsünüz. Une chemise à manches courtes. Chemise yani köynək. Köynək görürsünüz burada cibi, ne bileyim yaxası falan. Yani bildirsiniz üzr köynəkdən gedir söhbət. Qısa qollu köynək. Un débardeur. Débardeur bu cür paltara deyirlər. Ouais. Yani de golsuz. Biraz çiğne enli mayka. Evet, un gilet, bu kadın paltardı. Gilet bu tür bir şey. Bu da jiledi. Bu da jiledi, d'accord. Un pull, bu polver demeydi, jumper, sweater dediğimiz. Un pull à col roulé. Kol boğazı demeydi, boynu. Roulé boynu olan, yani roulé şeyde. Boğazı da kısası. Rolled böyle diye. Ouais. Un pull en V, V yakalı. Ve görürsünüz V kimi diye yazı. Un pull à col rond, yumru. Böyle daire. Alors, un peignoir de bain, hamam. Hamam ne? Halatı. Une robe de chambre, bu Türkçe'de söyler, robe de chambre. Bildiniz nedir? Avec deux poches, iki cibli. Anorak, bu tür kutuya değiller. Bluzon, bluza. Dudun da bu şişmeli şey. Kutka. Ha, un anorak avec une capuche. Capuche, capuchon demek yani bu baş şey. L'ensemble des vêtements que l'on porte, burada sadece bitiştiricide kon birleştirmek olardı. Hansı ki giyiniriz, s'appelle adlanır une tenue. Dest yani bir dest. Yani giyindiğimiz bütün paltarların cəmi edilir. Tenue. Qui peut être, hansı ki olabilir. Décontracté. Décontracté yani casual da. De sport, idman olabilir. Tenue de sport, tenue décontracté. Ou au contraire ya da eksine une tenue habillée. Habillé tenue yani habillé yani ki şey səliqəli də şık. Ou même tenue de soirée. Tenue de soirée akşam məclisinə giyinilən dest. Tenue dest deməkdir. Des mots viennent de l'anglais, İngilisindən gəlmə sözlər. And sweet. Bu İngilizce deməyə çalışırlar ama biz W'ye gəlin V deyək. Voilà. And sweet, sweater. Sweater bizdə həm də bilirsiniz püldür. And legging, legging. Bunu necə oxuyurlar? İngilizce mən bunu bilmirəm. Şey, kalgotka da biz kalgotka deyirik. And trench. Bu da kadın paltarıdır. And t-shirt.
t-shirt. Un short, shortik. Un parka, parka, deniz gezmişin giyindiği. Un polo, polo tişört. Un jogging, jogging de bu idman paltarı. Et bien sûr un jean ve jeans şalvar. Certains termes, bazı terminler sont vagues, vaguedır, yəni ki dalğalıdır, yəni dəqiq deyil, qeyri-dəqiqdir, o deməkdir. Un ensemble, bir ensemble, bir dəst elə bil. Hə, ola bilər məsələn vest, pencək, üstəgəl jup ya da pantolon assorti ya da ouais, pour une femme, qadın üçün. Yəni ensemble deyəndə nə nəzərdə tutulur? Dəqiq bilinmir də, yəni ensemble, hər şeyin ensemble. Un o ensemble çünki şey deməkdir, həm şalvar, həm köynək, yəni həm bədənin üst hissəsinə, həm aşağı hissəsinə geyindiyimiz onların cəminə deyirlər də ensemble. Və un o deyirlər, üst geyim. Türklər də işlədir bunu. Üst geyim biz deyəndə yəni alt paltarın əksi kimi işlədirik üst geyimi, amma türklər məsələn üstümü dəyişdirəcəm, altımı dəyişdirəcəm, şalvarını dəyişdirəcəm, altımı dəyişdirəcəm məsələn. Hə, o deməkdir üst paltar. Yəni bədənin üst hissəsində geyindiyimiz şömiz, tişört, debardeur bunlar şeydir. Üst paltar. Certains mots, bazı sözlər sont un peu démodés, biraz démodédir, yəni köhnəlib. Par exemple, məsələn, le terme de chemisier, məsələn, chemisier termini köhnəlib. Bu da bluza deməkdir. Onu bluza köynək, ha, köynək kimi. Bluza deyirsən mən bluzona farklı şey. Bluza deyim o. Neyse, şəkildən görürüz. Le gilet désigne deux vêtements différents pour un homme et pour une femme. Bəli, yuxarıda bunu dedik. Bu kişidir, gilet. Bu qadındır. Gilet jaune amma bunlar bunu giymişdi deyəsən. Amma fərqi yoxdur. İnqilabçı. Alors, on continue. Les couleurs. Bəli, rənglər et leurs nuances və onların nüansları. On peut nuancer une couleur. Bir rəngi nuanser eləmək olar. Yəni bleu, bu rəngin adıdır. Bleu clair, açıq mavi. Bleu foncé, tünd mavi. Vert yaşıl, vert vif, canlı yaşıl, yəni ki əlvan yaşıl. Ya da ola bilər pâle, yəni ki pale, solğun. On parle des couleurs pastel, pastel rənglər. Délicat, douce, clair, yəni incə, yumşaq və aydın, açıq. D'autres sont terne, terne rənglər, yəni biraz tutqun rənglər. Un peu triste, biraz tutqun, qəmgin. Qəmgin deməkdir, bu tutqun deməkdir buradakı mənası. D'accord? Donuq da belə, terne donuq demək. Le gris, məsələn, boz, ou le beige, beige rəng, par exemple, məsələn. On peut aussi employer, həmçinin istifadə işlədə bilərik. Le nom d'un objet, bir obyektin adını, bu yəni bizim dildə də var. Elle porte un pull turquoise. Turquoise firuzə daşının adıdır. Turquoise. Turquoise firuzə pull geyinib. Biz firuzəyi deyib onu adjektivləşdirmiş, yəni ki rəngə çevirmişik. Hə, qəhvəyi bizdə yəni o var. Bənövşəyi düzdür. Amma birbaşa adını deyirlər fransızlarda. Turquoise, məsələn, krem, bordeaux, mauve. Mauve bir bitkinin adıdır. O bitkinin adı amma indi yadıma düşməyəcək Azərbaycanca. Mauve bitkisi. Bu qəşəngdir. Yəni bunun adını yadıma salım deyim. Mauve. İngiliscəsində də var bu söz. İngiliscəyə keçib. Amma yadıma düşmədi bitkinin adı Azərbaycan dilində. Əmək köməkçi bitkisi deyəsən. Nəsə baxarsan. Abrikot, ərik rəngi. Sous-vêtements, alt paltarlar. Maillot de corps, bədən mayosu, yəni ki şey. Maykadan, biz mayka dediğimiz. Mayka görsən mayodan gəlir yoxsa yox. Bilməm. La combinaison, bu qadın paltarı. Caleçon, bu cür alt paltarı. Slip bu formada alt paltarı. Slip nəsə ingilis sözünə oxşuyur. Caleçon. Külot da alt paltarı. Soutien gorge, türklər də işlədilər. Südyen kimi keçib türk dilindən. Voilà. Soutien əslində dəstək deməkdir. Gorge döş deməkdir. Döş dəstəyi belə bir şeydir. O kolan, kalgotka. Bu yeni fikir şimdi kalgotka bir kere bu kolan. Le bas, Türkler buna deyirlər Türk dilində bu sözü bilirəm amma yadımdan çıxır. La chaussette, Türk seriallarına baxmaq artıq. La chaussette, çorap, uzun çorap. Socket, qısa çorap. Les sous-vêtements, sous-vêtements alt paltarı deməkdir. Feminin, qadın alt paltarı. S'appelle de la lingerie. Bu cür dükanlara da lingerie deyirlər. Yəni qadın alt paltarı satılan dükanlara deyirlər lingerie. Si elle est raffinée, əgər raffinédirsə, elle est en soie,
Rafine yəni ki belə şeylə hazırlanmış da, çox diqqətlə hazırlanmış. Elə en soie ipəkdən olur. O en dantel ya da dantelli olur. Türklər də dantel sözünü işlədirlər. Dantel bilirsiniz. Kurjeva deyirlər, nə deyirlər? İlk ağlıma gələn söz deyirəm, inşallah düz yadıma düşür o şeylər. Le basket, basketka yəni ki idman ayaqqabısı. Le talon, talon daban deməkdir. Les escarpins dik taban ayaqqabı da belə deyək. Chaussure à talon. Yəni dabanlı ayaqqabı. Burada talon o əslində hündür daban ayaqqabı belə deyilməlidir, amma o sözünü oradan yığışdırıb sadəcə dabanlı ayaqqabı deyirlər. Les pantoufles ev başmağına deyirlər. Bot uzun boğaz çəkmədir, botin qısa boğaz çəkmədir. La semelle ayaqqabının altına deyirlər, altlığına. Mocassin altı düz ayaqqabı deyirlər. Chaussure plate. Plate düz deməkdir. Sandal da basınışqa. Une paire de chaussures, bir cüt ayaqqabı, deux chaussures, iki ayaqqabı. Elles peuvent, onlar ola bilər, être ola bilər, hə. En cuir, dəridən, en toile, toile materialdan, toile, nə deyir ona? Materiala. Toile həm də üstünə şey çəkirlər, rəssamlar rəsm çəkirlər. Ona nə deyirik? En daim, daim o xüsusi dəri növü deyə o. Şəklinə baxarsa məncə yazıda düşəcək. Sentetik, sentetik ola bilər. Sued var, sued burada yox deyirsən. Zamş dedi, nə bilməm nasıl verirəm. Matière, materiallar. Une chemise, chemise yəni köynək, en pur coton, yəni xalis kotondan. En pull, en pur laine, laine yun deməkdir. Yun şey, qabandakı first angor materialın. Yun sweater, une cravate en soie, soie ipək deməkdir, ipək galstuk, une robe en lin, lin kətan, kətan şey, robe don. Une veste en cuir, dəri pencək, un pantalon en velours, velours şalvar, un manteau de fourrure, xəz, fourrure xəz demək, xəz manteau. Il existe mövcuddur, bien sûr, əlbəttə des matières synthétiques, sintetik materiallar da mövcuddur. Le nylon, naylon deyirlər, l'acrylique, bu akrilikdir bizim dillərdə, viskozdur, viskozdur. Voilà. Les motifs, motif bizim dillərdə keçmiş sözdür. Yəni bəzək. Un tissu, bu salfetka demək deyil. Tissu parça deməkdir. En noir, qaradır, blanc, ağdır, ou de couleur ya da rənglidir. De couleur rəngli deməkdir. Yəni qaradan ağdan başqa rəng o mənada. D'accord? De couleur. Il est uni, il burada tissünü əvəz edib. O unidir, yəni bir rənglidir. D'une seule couleur. Bir rənglidir. Ou imprimé ya da imprimé yəni üstündə naxışlıdır. A motif, motiflidir. D'accord? İndi motiflərin növləri var burada. A fleur, güllü. Bu a, lı, lulu bildir. Ekose. Ekos, bilirsiniz, Şotlandiya deməkdir. Bu cür naxışa ekose deyirlər. A karo, karo kvadrat deməkdir. Həm də bu kvadrat formasında olduğuna görə bunu karo deyir. Rayur, rayur cızıq deməkdir. Bu cızıqlı parça. A pois, pois da bu şeylərə, çillərə pois deyirlər. A pois. Çilli şey, parça. Les accessoires, aksesuarlar. Le chapeau, chapeau, şlyapa. Le bonnet, qulağa qədər belə düşən papağa deyirlər. Üzgüçlərin taxtığı papaqlar oraya başlanır. O da belə bu formada olur da. Bu formada olan papaqlara bonnet deyirlər. Kasket, bu dimdikli papağa deyirlər. Əskəlik dilində deyirəm. L'écharpe, écharpe, şərf. Foulard, Azərbaycancası yadımdan çıxdı. Bandana deyirlər buna həm də fransızca. Azərbaycanca bunun yadımdan çıxdı nə deyir? Foulard amma bildiyinizdə nədir? La cravate, galstuk. Le nœud papillon. Nœud papillon. Buna deyirik. Babuşka. Le gant, əlcək. La ceinture, kəmər. Les bretelles,
aşırma diyeceğim buna. Le sac à main el çantası, main el demeydi. À main el kategorisini bildirir. Le parapluie yağış əleyhinə çətir. Çünki günəş əleyhinə olan parasoldur. Les lunettes eynəklər, eynək cəmdədir. Glasses ingilisindəki. Davam edirəm. Les bijoux, yəni daş-qaş. Les boucles d'oreilles, sırğa. Collier, boyun bağı, sep. Bag, feminende, üzük. Bracelet, bracelet de deyirlər. Qol bağı, əngi. La chaîne, bu da boyun bağı ama bu zəncir kimi olan boyun bağı ya şen deyirlər. Şen ilə zəncir deməkdir. Həm də kanal mənası var, YouTube kanalı mesela. Pendentif, bu cür şeylər asılır da. Bu da boyun bağı da, yəni bu. Broş yaxaya taxırlar. Broşka buradan gələ bilər. Montre de qol saat. La bague de mariage, nikah üzüyü s'appelle adlarına alliance. Bu Türk dillərə keçmiş sözdür. Une alliance deyirlər. Alliance deyirlər Türklər. Une alliance yox. Qui se porte à la main gauche. Hansı ki daşınır. Se porte daşınır şeydə. Pasif məna verən qayıdış feil. Sol əldə daşınır deyil. Yəni sol əlin barmağına taxırlar. Comment tu t'habilles? Necə geyinirsən? S'habiller feili geyinmək deməkdir. Yəni geyinmək, paltarlarını geyinmək. İzah edirəm. Le matin, səhərlər, je m'habille, geyinirəm və salam. Hansı paltar adına çəkmirəm bu feillə. Je m'habille, geyinirəm. Le soir, je me déshabille. Mən soyunuram və salam. Hansı paltar adını demək olmaz. Paltar adı demək istəyiriksə, yəni hansı paltarı əyninə keçirmə, əyninə geyinmə prosesini metr feilinə deyirik. Put on ingilisində deyir, düzdür. Je mets mes vêtements, mən paltarlarımı geyinirəm. D'accord? J'enlève mes vêtements, paltarlarımı çıxardırım. Enlever çıxartmaq, remove eləmək. Türklər kaldırmaq deyil, bir şey hardansa götürmək, bir şey. D'accord? Retirer də demək olar bəli paltar haqqında. Je retire mes vêtements, paltarlarımı retire edirəm, çıxardırım. Déshabillez-vous, soyunun. Dit le médecin, həkim deyir, à son patient. Öz pasiyentinə. Alors, j'habille et je déshabille. Bu habiller feilindən s'habiller feilini çoxdan qarışır. Düz qarışdırmayın şeylərini, izahlarını mən xoşlamıram. Çünki qarışdırmayın deyən adam da qarışdırır. Habiller geyindirməkdir, s'habiller geyinməkdir. J'habille geyindirirəm, je déshabille soyundururam deməkdir. Mon enfant, uşağımı, ou ma poupée ya da kukla, oyuncaq kuklanım. Comment tu vas t'habiller ce soir? Necə geyinəcəksən? Necəsə geyinmək, filan cür geyinmək, filan tərzdə geyinmək s'habiller feilindən deyilir. Necə geyinəcəksən bu axşam? Elodie cavab verir. Je vais me changer. Se changer əynini dəyişməkdir. Yəni changer de vêtements. Fikir verin. Changer de nəyisə dəyişmək, nəyisə bir-birini başqası ilə əvəz eləmək. Məsələn, changer de voiture ancaq de işlənir. De, la falan olmur. Changer de voiture maşını dəyişmək. Changer d'appartement mənzilini dəyişmək. Je vais mettre, hansı paltarın adını çəkmək istəyində artıq mettre feili işlədir. Je vais mettre geyinəcəm une jupe, bir yubka. Et un assorti və assorti yəni ona uyğun gələn assorti. De la même couleur, eyni rəngdə bir üst yuxarı, yəni bədənin yuxarı hissəsini uyğun bir paltar, yəni məsələn də bir jupe giyinirsə, tutaq ki, bir dənə qadın köynək giyinir, amma ona rəngdə assortidir. O demək, yəni bədən yuxarı hissəsini giyinən paltar. Əvvəldə izah niyə uzadım? Julien cavab verir ki, moi, je ne vais pas me mettre un costume cravate. Mən kostyum kravat geyinməyəcəm. Me mettre deyir, fikir verirsiniz. Se mettre en, yəni necəsə geyinmək. Geyinməyəcəm deyir. Je reste en jeansdə qalıram. Kostyum kravat yedək, kostyum şalvar. Kostyum kravat. Yəni kostyum galstuk. Kostyum galstuk okeymiş ya, bunu işletmiyor olan. Kostyum şalvardansa. Comment est-il ya da est-elle habillée? Yerini buradayıq. Alors, comment Dora était-elle habillée? Dora necə geyinmişdi? Être habillé, geyinmiş vəziyyətdə olmaq. S'habiller geyinmək hərəkətidir. Paltarlarını geyinmək. Être habillé, geyinmiş halda olmaq. Yəni, s'habiller feilindən sonra être habillé olursan. Paltarlar geyinindən sonra geyinmiş olursan. Fransızda bu ayrım vacib, ona görə bunu edirəm.
Alors, comme bunu da değil. Elle était bien habillée. O yaxşı giyinmişti. Elle était mal habillée. Pis giyinmişti. Elle était bien habillée. Elle était habillée de manière assez classique. Klasik, kifayet de klasik tarzda. Bunun eksene de orijinal tarzda. Bunu da biraz da o tarafı eksantrik tarzda. Yani klasik hamam giyindiği kimi. Orijinal biraz gayri-adi. Eksantrik lap gayri-adi. Comme d'habitude, həmişəki kimi. Elle avait onun var idi bir un pantalon noir, qara şalvarı et une chemise à rayures blanches et rouges. Və bir şömizi, köynəyi, necə köynəyi? À rayures, dızıqlı köynəyi. Dızıqlar nə rəngdə? Blanche rəngdə, ağ rəngdə və rouge, qırmızı rəngdə. Elle est toujours en pantalon. O həmişə pantalonda olur. Comme tu sais. Sənin də bildiyin kimi. Être en pantalon, pantalonda olmaq, şalvarda olmaq. D'accord? Je reste en jean deyirdi burada da. Elle porte souvent du noir, non? O tez deyir, çox vaxt qara geyinir, düzdür? Porter du noir fikir verirsiniz, qara geyinmək. Ça dépend, baxır. De toute façon, istənilən halda elle s'habille bien. O yaxşı geyinir, elle s'habille mal. O pis geyinir, d'accord? Voilà. On continue. Baxıram ki, nəsə qalmadı. Qaldı yoxsa yox. Quelques expressions idiomatiques. Idiomatik, yəni idiom olan bazı ifadeler. Je n'ai plus rien à me mettre. Artık hiç neyim yoktu giyinmeye. Disent beaucoup de femmes et d'hommes. Birçok kadın ve kişi değil. En ouvrant leur placard. Placard paltar şkafı demek. Paltar şkafı açıp, yani şkaf demeydi, paltar şkafı yok. Şkafı açıp deyir kişiler ve kadınlar ki, kadınlar yazıp kişiler mütezde yazıp 3 nokta koyup burada bilmem ne mesaj vermeyi isteyir. Giyinmeye hiç neyim yoktu. Bu yani bence universal'dı. Bunu təkcə Fransa'da demirlər insanlar. Pour le mariage de Charlotte et Mathieu, Charlotte ve Mathieu'nun mariajı için, toyu için, ma mère s'est mise sur son 31. 31'inde giyinmişti sanki. Yani 31 yaşı var imiş kimi de. Niye 31 göresen 30 yok 32 yok. Elle s'est habillée de manière particulièrement élégante. Hususi, particularly elegant giymişti ve contrairement à son habitude. Yani öz habitüdünün eksine olarak. Voilà. Acheter des vêtements, paltarlar almak. Adèle a décidé de faire les magasins. Faire les magasins, izah edeyim burada, c'est-à-dire deyip izah edeyim. Adèle karar verdi, faire les magasins, mağaza elemeye. Mağazalar elemek ne demekti? C'est-à-dire qu'elle va explorer toutes les boutiques de mode. Bütün moda butiklerini explore edecek. Yani ki gezecek olarak keşfedecek. De sa ville. Yani çıkıp mağazaları gezmeye gelir. Faire le magasin. D'accord? Bien sûr, elbette elle a besoin de vêtements d'été. Elbette onun ihtiyacı var yay paltarlarına. Mais ama elle ne sait pas exactement. O dəqiq bilmir. Ce qu'elle cherche. Ne aktarır. Ne aktarını dəqiq bilmir. Sadece çıxır mağazalar gezmeye görsün ne hoşuna gəlir. Alsın, d'accord? Bon, elle va faire le magasin. Elle entre dans une boutique. O dahil olur bir butkaya, dükkana. Et trouve tapır une belle jupe. D'été, yay yupkası tapır. Longue, uzun et légère, yüngül. Le problème, c'est que, problem odur ki, bunu danışıqlaşdırabilirsiniz. Yazıda bunu yazmayın, xahiş edirəm. La jupe est en lin. Yupka lin paltar şeydəndir, materialdan, yəni kətan. Donc, yani beləliklə, yəni elle se froisse facilement. O qırışır, se froisser qırışmaqdır asanlıqla. Bu da yəni ki şəkil Et Adèle déteste repasser. Adèle ütü eləməyi xoşlamır. Détester xoşlamamaq deməkdir, dislike eləmək. Yəni nifrət eləmək deməkdir. Bunu belə tərcümə edilir, çox səhvdir. C'est dommage, təəssüf, car çünki le lin est à la mode cette année. Moddadır. Kətan moddadır bu il. Giymək kətan yaxşı misrasının şeylər deyil. İl ola bilərdi ama. Cela se fait beaucoup. Bu çox edilir. Əslində belə tərcümə, hərfi tərcümə mən adını deyirəm, bu heç o gəlmir. Se faire beaucoup, bu paltar kontekstində şey deməkdir. Yəni dəbdə olmaq, bu eyni şeydir. Yəni ki, le lin est à la mode deməklə le lin se fait beaucoup cette année mesela.
Bu il çok dəbdəli deməkdir. Dans une autre boutique, başka bir butikada Adèle repère, yani trouve, tapır. Bir ensemble tapır. En sentetik materyaldan. Un peu plus classique, biraz daha çok klasik. Mais ama qui pourrait convenir, ama uygun gelebilir. Hansı ki uygun gelebilir. Pour le bureau, ofis için. En plus, buna əlavə, ce tissu, bu parça, se lave, yuyulur, très bien, yaxşı, en maşında ya da əldə. Elle va, o gedir, dans la cabine d'essayage, fitting room'a gedir, yəni paltar yoxlamaq üçün olan kabinə. Mais ama non. Decidément, decidedly deyək. Cette coupe, bu coupe, yəni ki bu kəsim deyək də, ne lui va pas du tout. Ona qəti yaraşmır. Du tout qəti deməkdir. Qəti yaraşmır. Les jupes plissé yubqalar, yəni bu şəkildə kimi belə qat-qat olan. La grossis, onu kökəldir. Yəni onu kökəltmir, kök göstərir o mənada. Rajeunis məsələn, rajeunir feili var məsələn. Rajeunis deyə bilərik. Onu cavanlaşdırır, yəni cavan göstərir. La font sentir grosse. Onu deyir məcbur eləyir, gross hiss eləməyə, yəni gross görünməyə də qısas. Enfin, Adèle trouve un modèle qui lui plaît. Axır ki, Adèle tapır bir model hansı ki ona xoş gəlir, onun xoşuna gəlir. C'est exactement le contraire de la première jupe. Bu eynilə exactement. Əksidir nəyin? Birinci yubqanın. Elle est moulante. Moulant dar deməkdir. Très près du corps, bədənə çox yaxın. Dans un tissu assez original. Kifayət orijinal bir parçada. Un motif de toutes les couleurs. Bütün rənglərin motifi ilə. La vendeuse, satıcı qadın, demande à Adèle, Adèle'dən soruşur. Quelle taille elle fait? Elle fait quelle taille elle fait? Ouais. O ölçüsü nədir? Je fais filan şey deyəcək burada, bəli. Normalement, Adèle fait du 40. Normalda Adèle 40 giyinir, 40 giyinir. Mais la vendeuse, ama satıcı, lui conseille, ona məsləhət görür. Une taille en dessous. Alt şey. Ölçü. Ya da au-dessus. Bir yox. Yəni üst, bundan yuxarıda ölçü. D'accord. Adèle est ravie. Adèle razıdır, məmnundur. Et trouve que, və düşünür ki, cette coupe, bu kəsim, lui va très bien. Ona çox yaraşır. D'accord. Et la minci. Mince sözü var bunun kökündə. Arıq deməkdir, fit deməkdir. Amensiya da onu fit göstərir. D'accord. Maintenant que, indi ki Adèle a trouvé la jupe de ses rêves, arzularının jupunu tapıb, maintenant ki o deməkdir, il lui faut, ona lazımdır, un assorti, ona uyğun gələn bir üst yuxarı, yəni bədən yuxarı hissəsini. La vendeuse lui montre, ona göstərir. Un noir, qara rəngdə, əlində deyirsiniz, bir o göstərir. Très sobre, yəni sadə, klassik. Et très élégante ve çok élégant, mais un peu trop cher, ama çok pahalı, biraz çok pahalı. Acheter de chaussures, ayakkabı almak. Serge a besoin de chaussures, ayakkabıya ihtiyacı var. Car celles qu'il porte, çünkü onlar hansını ki geyinir, hal-hazırda geyinir. Porter, daşımaq, əynində daşımaq şalvarı, yəni paltarı, yoxsa ayakkabının fərqi yoxdur. Ya da aksesuarı, çantanı fərqi yoxdur, daşımaq. Yəni əynində olmaq da. Hansı ki onun əynindədir, hansını ki geyinir. Sel, yəni o ayakkabılar, chaussure sözünü əvəz eləyib. Son tout usé, yəni ki used, işlənmişdir. Növün əksi, növ təzə deməkdir, usé işlənmiş. Et en parfait état, bu mükəmməl vəziyyətdə deməkdir. État vəziyyət deməkdir, state. Bu bunun əksidir, üzənin əksi. Il cherche des mocassins, o mocassin axtarır, yəni altı düz ayaqqabı axtarır. Confortable, rahat, pour aller getməyi üçün, ya yaraşmaq üçün, avec son costume de travail, iş kostyumuna uyğun gəlsin deyə. Serge
Déteste faire les courses. Alışveriş eləməyi, bazarlıq eləməyi xoşlamır. Et va toujours dans le même magasin. Ve gedir həmişə eyni mağazaya. Il voit buradayıq. O görür dans la vitrine, vitrində des chaussures, ayaqqabılar görür qui lui plaisent. Hansı ki onun xoşuna gəlir. Hansı ki ona xoş gəlir. La vendeuse, satıcı qadın, lui demande sa pointure. Pointure ayaq ölçüsü deməkdir. Bədən ölçüsü nə idi? Taille yuxarıda var idi. Taille bəli. Ayaq ölçüsünü soruşur. Haradaydıq? Bəli. Serge fait ya da chaussée feilini işlətmiyorlar. Du 42. La vendeuse lui apporte deux modèles, iki model getirir. Qu'il essaye, hansıları ki o yoxlayır, try on eləyir. Le premier, birinci, ne va pas du tout, qəti, du tout bayaqda var idi. Du tout, qəti ona uyğun gəlmir. Les chaussures, le serre, serre sıxmaq deməkdir. Serre la main, məsələn, əlini sıxmaq. Əl sıxmaq, yəni shake hand. Ayaqqabılar onu sıxır. Elles sont trop étroites, çox dardır. Serge se sent mal dedans. Se sent özünü hissedilir, mal, pis hissedilir. Harda? Dedans, içərisində, onun içində, inside. Heureusement, xoşbəxtlikdən, fortunately. La deuxième paire, ikinci cüt, lui convient, ona uyğun gəlir. Convenir feili yuxarıda da var idi. Convenir, yuxarıda onu tapa bilərik mi? Bəli, burada. Lui convient, ona uyğun gəlir. Les chaussures sont assez larges, ayaqqabılar kifayət qədər genişdir, et confortable və rahatdır. Ce sont d'ailleurs, bunlar digər tərəfdən deməkdir. Exactement eyni ilə les mêmes que the same as belə bir şey. C'est vieux mocassin usé. Onun köhnə işlənmiş ayaqqabılarından tamamilə eynidir. Ouais. Voilà. Ümid edirəm hər şey aydın oldu. Hər hansı sualınız olsa rəydə soruşa bilərsiniz. Bu videonu izlədiyinizə görə çox sağ olun.